Salam, hər vaxtınız xeyir olsun. Bugün çox gözəl görünüşlü, çox dadlı tort resepti bölüşürəm. Öncə krem hazırlayıram. Qaba şəkər tozu, 5 xörək qaşığı qarğıdalı nişastası, 800 ml süd, 2 ədəd yumurta əlavə edib öncə kənarda qarışdırıb bunları həll edirəm. Ocağın üzərində əlimi dayandırmadan qarışdıraraq qatlana qədər bişirirəm. Krem hazırdır, bişdi artıq. Ocağın üzərindən götürüb qaynar şəkildə başqa bir qaba əlavə edib üzərini örtüb qoyuram kənarda soysun. Biskvit üçünsə qaba 6 ədəd yumurta, stəkan yarım şəkər tozu əlavə edib bunları ağarıb köpürənə qədər qarışdırıram. Yumurta ilə şəkər tozunu da ağarana qədər qarışdırdıqdan sonra üzərinə 200 ml bitki yağı, 350 qram xama əlavə edib bunları da həll olana qədər qarışdırıram. Üzərinə 3 stəkan un, 1 paket qabartma tozu, 1 paket şəkərli vanilin əlavə edib bunları da qarışdırıram. Xəmir də hazırdır. Xəmirin qatılığı bu cür olmalıdır. Nə çox bərk, nə də çox duru xəmir etmirik. Bu biskvitin xəmiri bu qatılıqda olmalıdır. Xəmir də hazır olduqdan sonra 2 hissəyə ayırıram. Xəmirin bir hissəsinə xırda doğradığım qoz əlavə edib qarışdırıram. İkinci hissəsinə isə 100 qram mak əlavə edirəm. Bunu da həll olana qədər qarışdırıram. Bu xəmir də hazırdır. Başlayıram bişirməyə. 24 santimlik qaba xəmiri əlavə edib 180 dərəcədə 40-45 dəqiqə bişirirəm. Birinci biskvit pişdi, ikincini bişirirəm. İkinci biskviti də 24 santimlik qabda 180 dərəcədə 40-45 dəqiqə bişirirəm. Biskvitlər pişdi artıq. Qozlu biskviti də 2 hissəyə ayırıram. Maklı biskviti də 2 hissəyə ayırıram. Və başlayıram kremi hazırlamağa. Bişmiş krem tam soyduqdan sonra üzərinə 250 qram otaq istisində yumşalmış kərə yağı, 1 paket şəkərli vanilin əlavə edib bunları da qarışdırıram. Krem də hazırdır. Çox gözəl, havalı, yüngül krem alınır. Krem də hazır olduqdan sonra başlayıram tort yığmağa. Qatları kremləyib üst-üstə yığıram.
Bütün biskviti kremləyib üst-üstə yığdıqdan sonra sonuncu qatın üzərinə nazik şəkildə krem çəkirəm. Üzəri üçün kremlə biraz saxlamışam və bu tortu bir gün soyuducuda saxlayıram. Bir gün soyuducuda saxladıqdan sonra qabdan çıxarıb üzəri üçün ayırdığım kremi də üzərinə və kənarlarına çəkirəm. Biskvitin yumşaq hissəsindən biraz götürüb rondodan keçirdim. Onu da biskvitin kənarına örtürəm. Üzərinə də qoz və kremlə bəzəyirəm. Budur, artıq tort da hazırdır. Görünüşü qədər də dadı çox möhtəşəmdir. Hər kəs hazırlaya bilər bu tortu. Dadı çox möhtəşəmdir. İnanın ki, qaldıqca da dadı çox möhtəşəm olur. Bu tortu yeyən hər kəs məndən reseptini soruşur. Düşündüm ki, izləyicilərim üçün də bu tortun ətraflı videosunu hazırlayım. Resepti bəyəndinizsə hazırlayıb yoxlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.